Qoç bürcü 30 iyun 2025-ci il. Ulduzlar səhərdən etibarən sizin tərəfinizdə olacaq. Emosional yüksəliş sayəsində istənilən gözlənməz vəziyyətin öhdəsindən gələcək. Planlaşdırmadığınız hadisələr baş versə belə özünüzü itirməyəcəksiniz. Bir çox qoçlar düşüncəlilikləri və inandırmaq bacarıqları sayəsində nadir hallarda rast gəlinən sərfəli razılaşmalar əldə edəcəklər. Toplum arasında çıxışlar uğurlu keçəcək. Elə insanlar ilə tanış olmaq mümkündür ki, bu yaxın zamanda sizin işlərinizə ciddi təsir edəcək. Ən vacib işləri günün ilk yarısına həll etməyə çalışın. Axşama yaxın özünüzə həddən artıq güvənmək səhvlərə, diqqətsizliklərə və digər xoşagəlməz hallara səbəb ola bilər. Buğa bürcü 30 iyun 2025-ci il. Maliyyə məsələlərində gözlənilməz uğur sizi gözləyir. Siz həvəsli, pozitiv və nikbin olacaqsınız. Bu isə istənilən yeni təşəbbüslərdə təsir edici nəticələr əldə etməyə imkan verəcək. Bir çox buğalar cazibədarlıqları ilə seçiləcək və asanlıqla faydalı insanlarla əlaqələr quracaq. Hətta köhnə rəqiblərini belə tərəfdaşlarına çevirəcəklər. Təcrübəli həmkarların məsləhətlərinə qulaq asmaq faydalı olar. Onların dediklərinə tam əməl etməsəniz belə düzgün istiqamətdə düşünməyə başlayacaqsınız. Axşam ailə üzvlərinə xüsusi diqqət ayırmaq lazım gələcək. Bu, münasibətlərinə müsbət təsir göstərəcək. Əkizlər bürcü 30 iyun 2025-ci il. Uzun müddətli oyun üçün hazır olun. Yeni və cazibədar perspektivlər açılacaq və siz onları əldən verməyəcəksiniz. Lakin nəticələrə çatmaq üçün biraz gözləmək lazım olacaq. Bir çox əkizlər mürəkkəb və qeyri-adi vəzifələrin öhdəsindən uğurla gələcək. Bu prosesdə gələcəkdə işinizə yarayacaq yeni bacarıqlar qazanacaqsınız. Müqavilə bağlamaq, razılaşmalar əldə etmək üçün əlverişli zamandır. Ezamiyyətə gedənləri uğur müşahidə edəcək. Uzun müddətdir sizi narahat edən məsələləri həll etmək fürsəti yaranacaq. Xərçəng bürcü 30 iyun 2025-ci il. Özünüzdə əvvəllər xəbəriniz belə olmadığı yeni istedadlar kəşf edəcəksiniz. Qeyri-adi məsələlərin öhdəsindən yaradıcı yanaşma və qeyri-standart baxış bucağınızla gələcəksiniz. Bir çox xərçənglər intuisiyalarının gücləndiyini hiss edəcək və onun işarələrinə qulaq asmaq faydalı olacaq. Bununla belə illüziyalar dünyasına düşməkdən çəkinin. Səhvlər edib sonra peşman ola bilərsiniz. Yeni şeylər öyrənmək, qeyri-adi sahələrdə özünüzü sınamaq üçün münasib gündür. Qısa müddətdə əsas prinsipləri anlayacaq və ilk uğurlar özünü çox gözlətməyəcək. Şir bürcü 30 iyun 2025-ci il. İlk olaraq düşünün, sonra hərəkət edin. Bu prinsip sizi bir çox səhvlərdən vacib insanları ilə münaqişələrdən qoruyacaq. Günün əvvəlində bir çox şirlər həssas və küskün olacaq. Bu səbəbdən ətrafdakılardan iştirak tələb edən iri layihələrə başlamamaq məsləhətdir. Hətta adətən yaxşı anlaşdığınız insanlarla belə ünsiyyət qurmaq çətinləşəcək. Axşama doğru güc və enerji artımı hiss edəcəksiniz və nəhayət uzun müddətdir təxirə salmış işlərin öhdəsindən gələcəksiniz. Bir çox vacib və yarımçıq qalmış məsələləri yekunlaşdırmaq mümkün olacaq. Qız bürcü 30 iyun 2025-ci il. Diqqətli olun, əks halda uğurlu imkanları əldən verə bilərsiniz. Səhər sakit qalmaq çətin olacaq, amma çalışmalısınız. Kiçik bir səylə hər şey alınacaq və gün ümumilikdə yaxşı keçəcək. Əksər qızlar tək başına həll edə biləcəkləri işlərə fokuslanmalıdırlar. Ətrafınızdakı insanlar sizə yardım etməkdən imtina etməyəcəklər. Lakin onlara nəyin lazım olduğunu izah etmək adətən etdiyinizdən daha çətin olacaq. İşgüzar ünsiyyət uğurlu keçəcək. Zəriflik və nəzakət fikir ayrılıqlarına yayınmağa və istədiyinizə nail olmağa kömək edəcək. Tərəzi bürcü 30 iyun 2025-ci il. Bir çox şey planlaşdırdığınız kimi getməyəcək. Bu da sizi narahat edə bilər. Lakin ciddi problemlər gözlənilmir. Mövcud çətinliklərin öhdəsindən isə tez gələcəksiniz. Bəzi tərəzilər intuisiyalarına qulaq asmalıdırlar. O sizə doğru yolu göstərəcək. Ətrafınızdakı insanlarla münasibətlərdə dəyişikliklər mümkündür. Yaradıcılıq qabiliyyətləriniz tam şəkildə özünü göstərəcək. Çətin vəziyyətlərdən çıxış yolu tapmaqda kömək edəcək. Yaxınlarınızla ciddi söhbətlər üçün əlverişli zamandır. Dərin təfəkkürünüz onların hisslərini və motivlərini asanlıqla anlamağa imkan verəcək. Əqrəb bürcü 30 iyun 2025-ci il. Gün istədiyiniz qədər asan başlamayacaq. Öz işlərinizi bir kənara qoyub, qohumlara problemlərinin həllində kömək etmək lazım gələcək. Bəzi əqrəblər üçün emosiyaları idarə etmək, sabitliyi qorumaq çətin olacaq. Ətrafınızdakı insanlarla fikir ayrılıqlarına qaçmaq çətin olacaq, amma ciddi münaqişələrə çevrilməyəcək. Tədricən müsbət tendensiyaların üstünlük təşkil etdiyini görəcəksiniz. Günün ikinci yarısında güc və enerji artımı hiss olunacaq. Ən çətin tapşırıqları belə həll etmək, soyumuş münasibətləri düzəltmək mümkün olacaq.
Oxatan bürcü 30 iyun 2025-ci il. Sakitlik və səbir sizə yardımcı olacaq. Hər şey planlaşdırdığınız kimi getməyəcək. Bu səbəbdən tez reaksiya verib adaptasiya olmalı olacaqsınız. Fikir ayrılıqları səbəbilə həmkarlarla kiçik mübahisələr mümkündür. Əksər oxatanlar ətrafdakılardan dəstək gözləməməlidir. Amma bu da yaxşıdır. Siz özünüz hər şeyin öhdəsindən daha tez gələcəksiniz. Əgər bütün riskləri nəzərə almadığınıza əminsinizsə, mühüm qərarlar qəbul etməkdən çəkinin. Axşamı tək keçirmək, xoş məşğuliyyətlərə vaxt ayırmaq, dincəlmək və güc toplamaq üçün əlverişlidir. Oğlaq bürcü 30 iyun 2025-ci il. Uğur sizin tərəfinizdə olacaq, amma bu günün sonuna qədər davam etməyəcək. Ona görə də vacib işlərə tezliklə başlamaq, fürsətləri dəyərləndirmək lazımdır. Enerjiniz o qədər yüksək olacaq ki, başqalarının bir neçə günə bitirəcəyi işi siz bir günə yekunlaşdıracaqsınız. Bir çox oğlaqlar ətrafdakı insanlarla münasibətləri yaxşılaşdıracaq. Hətta köhnə düşmənlər belə işlərinizdə sizə kömək olacaqlar. Günün sonuna yaxın emosional tarazlığı qorumaq çətin olacaq. Həssaslığınız artacaq. Buna görə də tənqid və iradları şəxsi qəbul etməyin. Yaxınlarınıza qarşı diqqətli olun. Bu, münaqişə və narazılıqların qarşısını alacaq. Dolça bürcü 30 iyun 2025-ci il. Əvvəlcə günün uğursuz keçəcəyini düşünəcəksiniz, lakin tələsik nəticə çıxarmayın. Bu aldadıcı təəssüratdır. Səhər saatlarında əksər dolçalar üçün ətrafdakılarla dil tapmaq çətin olacaq. Hətta adətən yaxşı münasibətdə olduqları insanlarla belə. Bu səbəbdən tək başına həll edə biləcəyiniz işlərlə məşğul olmaq daha məqsədə uyğundur. Tezliklə vəziyyətin yaxşılığa doğru dəyişdiyini hiss edəcəksiniz. Xırda məsələlərdə şansınız gətirəcək. Sağlam düşüncəniz və praktik təcrübəniz düzgün qərarlar qəbul etməyə imkan verəcək. Əldən vermək istəməyəcəyiniz çox saylı uğurlu imkanlar yaranacaq. Balıqlar bürcü 30 iyun 2025-ci il. Qarmaqarışıq və narahat bir gün olacaq. Bir çox balıqlar öz vəzifələrini arxa plana atmaq istəyəcək və bu da işlərin gedişatına mənfi təsir göstərəcək. Verdiyiniz sözlərə əməl etdiyinizdən əmin olun. Bu çətin olsa belə, çünki itirilmiş etimadı bərpa etmək daha çətin olacaq. Rəhbərliklə və ya yaxın insanlarla ciddi söhbətlər üçün münasib vaxt deyil. Axşama yaxın vəziyyət bir qədər yaxşılaşacaq, amma bəzi planları təxirə salmaq lazım gələcək. Emosiyaları sərt şəkildə ifadə etməkdən çəkinin. Bu zaman ətrafdakılarla münasibətləri qoruyub saxlamaq mümkün olacaq.